Birinci sual belədir. Fiqurun bütün bucaqları düzbucaq JF2, JH3, AH2, YD3, AB4 olarsa onun sahəsini tapın. Verilənləri şəkil üzərində qeyd edək. JF2, JH3, AH2, YD3 və AB4. Ümumi sahəni hesablamaq üçün ABCD düzbucaqlısının sahəsindən HJFY düzbucaqlısının sahəsinin çıxmaq lazımdır. JF 2 olduğuna görə HY də 2 olacaq. Onda S fiqur bərabərdir S ABCD çıxılsın S HJFY. Bu da bərabərdir 4 vurulsun 7 ABCD'nin sahəsidir. Çıxılsın 3 vurulsun 2 isə HJFY-nin sahəsidir. 28-dən 6 çıxsa cavab olacaq 22. İkinci sualda fəhlələr yolun 5-də 2 hissəsini birinci gün 5-də 2 hissəsini, ikinci gün isə 3-də 1 hissəsini, ikinci gün qalan 2 kilometri, üçüncü gün asfaltladılar. Qalan 2 kilometri, üçüncü gün asfaltladılar. Yolun uzunluğunu tapın. Deməli, birinci və ikinci gün ümumilikdə yolun 5-də 2 və 3-də 1 hissələrinin cəmi qədər, yəni 15-də 11 hissəsi qədər asfaltlanmış olur. İlk 2 gündə. Üçüncü gündə isə qalır yolun 15-də 4 hissəsi. Beləliklə, aldıq ki, bütün yolun 15-də 4 hissəsi 2 kilometrdir. Yəni 15-də 4 hissəsi 2 olan ədədi hesablamalıyıq. Ona görə də 2-ni 15-də 4-ə bölmək lazımdır. Yəni 2-ni vurarıq 4-də 15-ə. Bu da 1 dəfə, 2 dəfə 7,5 kilometr olacaq. Cavab olacaq D variantı. Üçüncü sual tənliklər sistemidir. X bölünsün 3, çıxılsın Y bölünsün 8 bərabərdir 1. 5x üstünə gəl 3y bərabərdir 54. Sistemin birinci tənliyini 24-də vuraq. Bunda alarıq ki, 8x çıxılsın 3y bərabər 24. İkinci tənliyini olduğu kimi saxlayaq. Birinci və ikinci tənlikləri tərəf-tərəfə toplasaq, alarıq ki, 8x bərabərdir 78. Buradan x bərabərdir 6 tapılır. Bunu sistemin hər hansı bir tənliyində nəzərə alsaq, məsələn, birincidə yerinə yazsaq, 6 bölünsün 3 çıxılsın, y bölünsün 8 bərabərdir 1. Buradan 2 çıxılsın, y bölünsün 8, 1 və y tapılar buradan 8. Və bizdən şərtdə x və y-in cəmi soruşulur. Ona görə də cavab olacaq 6 və 8-in cəmi 14. A variantı. Dördüncü sualda 40% 60 olan ədədin 80%-ni tapın. 40% 60 olan ədədi tapmaq üçün 60-ı 40-a bölüb 100-ə vurmaq lazımdır. Və bu ədədin də 80%-ni tapmaq lazımdır. Yəni bunu da 80-ə vurub alınan nəticəni 100-ə bölmək lazımdır. İxtisarları aparsaq, %120 alarıq. Cavab olacaq C variantı. Ədədi silsilənin mənfi ədlərinin cəmini tapın. Birinci əd mənfi 3,2. Silsilə fərqi görünür ki, buradan 0,5-dir. Əvvəlcə neçə əddi mənfi olduğunu tapaq, daha sonra onların cəmini taparıq. Eninci əddi üstürün yazaq, A-in bərabərdir A1 üstünə gəlinsin
n çıxılsın 1 vurulsun d. Dedək ki 0,5-dir. Şərtə görə mənfi hədlərin sayını tapmaq istəyiriksə, onda AN kiçikdir 0 götürməliyik. Bu bərabərsizliyi həll eləyək. 0,5 n çıxılsın 1. Hər tərəfi 3,2 əlavə eləyib bunu alırıq və hər tərəfi 0,5-ə bölsək n çıx 1 kiçikdir 6,4 və hər tərəfə 1 əlavə eləsək n kiçikdir 7,4 alırıq. Buradan alınır ki, deməli silsilənin 7 həddi mənfiymiş. Ona görə də biz hesablayacağıq S7-ni. S7 2A1 üstünə gəlsin 6D bölünsün 2 vurulsun 7. Hesablayaq. 2 dənə A1 mənfi 3,2-dir A1. 6 dənə deyə ki 0,5-dir. 2-yə bölüb alınan nisbəti 7-yə vurarıq. Bunu da hesablasaq. Mənfi 6,4 üstünə 3 gələrik. 2-yə bölüb alınan nəticəni vurarıq 7-yə. Bunu da hesablayaq. Deməli, mənfi 3,4 eləyəcək. Surətdəki ifadə 2-yə bölsək 1,7, mənfi 1,7 daha doğrusu 7-yə vursaq bu da eləyəcək mənfi 11,9. 5-ci sualda düzgün cavab Y variantı olacaq. 6-cı sual. A parametrinin hansı qiymətində y bərabərdir 3x çıxılsın 2, y bərabərdir x üstə gəl 6, düz xətlərinin kəsişmə nöqtəsi y bərabərdir x kvadrat çıxılsın 5x üstə gəl a funksiyasının qrafiki üzərindədir. Əvvəlcə bu iki düz xəttin kəsişmə nöqtəsini tapaq. Kəsişmə nöqtəsinin absisləri və ordinatları eyni olduğuna görə 3x çıxılsın 2-ni x üstə gəl 6-ya bərabər götürüb, buradan 2x bərabər 8, x-i 4 taparıq. X 4 tapıldı. Bunu xətti funksiyaların hər hansı birində yerinə yazsaq, y-i taparıq 10. Deməli, 4, 10 nöqtəsi bu parabolaya aiddir. Bu parabolanın üzərindədir. Onda nəzərə alsaq, 10 bərabərdir. 4-ün kvadratı 16 çıxılsın 4 dəfə 5, 20 üstünə gəl A. Buradan A-nı tapsaq, A bərabərdir. Deməli, 14 alınacaq. 6-da düzgün cavab D variantı olacaq. Keçək 7-ci sual. 7-ci sualda bərabər yanlı trapesiyanın diaqonalı iti bucağını 25 və 38 dərəcəli iki bucağa ayırır. Trapesiyanın kör bucağını tapın. Bu da asan sualdır. Bərabər yanlı trapesiyadır. A, B, C, D. Demək, iti bucağın tən böləni, daha doğrusu diaqonalı iti bucağı 25 və 38 dərəcəli hissələrə ayırır. Tən bölən deyil. 25 bir hissə, 38 digər hissə olacaq. Onda bu trapesiyanın iti bucağını tapsaq, yəni A bucağı bərabərdir 25 və 38-i toplasaq eləyəcək 63. 63 və 180-dən isə 63-ü çıxsaq, kör bucağı taparıq. O da eləyəcək 117 dərəcə. Cavab olacaq C variantı. 8-ci sualda hündürlüyü 24 olan silindrin oturacağının radiusu onunla eyni böyüklükdə olan kürənin radiusuna bərabərdir. Silindrin tam səthinin sahəsi bu kürənin səthinin sahəsindən nə qədər çoxdur? Eyni böyüklükdə, əgər fəzada eyni böyüklükdə deyilirsə ki, fəza fiqurunun eyni böyüklükdə olması
onların həcmlərinin bərabər olmağı deməkdir. Yəni silindrin həcmi kürənin həcminə bərabərdir. Və radiuslar da şərtə görə eynidir. Onda silindrin həcmi V silindr bərabərdir pi r kvadrat vurulsun h. V kürə bərabərdir 3/4 pi r kubu. Bunlar bərabər olarsa, yəni 3/4 pi r kubu bərabər olarsa pi r kvadrat h-a və h-ın 24 olmağın buradan nəzərə alaq. Vurulsun 24 yazaq burada. Və r müsbət ədəd olduğuna görə bu bərabərliyin hər iki tərəfin pi r kvadratına bölə bilərik. Pi r kvadratına bölsək, alarıq ki 3/4 r bərabərdir 24-ə və r-i tapsaq buradan r alınacaq. 24 vurulsun 3 bölünsün 4, bu da ki 18 olacaq. Beləliklə kürənin radiusu və yaxud silindrin oturacağın radiusu 18 sm oldu. Silindrin tam səthinin sahəsi bu kürənin səthinin sahəsindən nə qədər çoxdur? Yəni S silindr çıx S kürə. Fərqi soruşur bizdən. Hesablayaq, silindrin səthinin sahəsi 2 pi r vurulsun h üstünə gəlir. Çıxılsın kürənin səthinin sahəsi 4 pi r kvadratdır. Mötərizələri açıb sadələşdirsə 2 pi r h çıxılsın 2 pi r kvadrat alarıq. Buradan da 2 pi r-i çıxardıb mötərizə xaricinə h çıxılsın r alınır. Və indi verilənləri yerinə yazaq. 2 pi r 18 h 24 idi. Çıxılsın 18. Bu da bərabərdir. Deməli 36 pi vurulsun 6-ya. Bu da 216 pi olar. Deməli 8-ci sualda cavab oldu B variantı. Keçək 9-cu suala. 9-cu sual loqaritmik tənlikdir. Loqaritm 3 əsasdan x-in kvadratı, daha doğrusu loqaritm 3 əsasdan kvadrat x çıxılsın 5 loqaritm 3 əsasdan x üstünə gəl 6 bərabərdir 0. Əvəzlənmə aparaq burada loqaritm 3 əsasdan x t olsun. Onda tənlik olar t kvadrat çıxılsın 5-dir üstünə gəlsin 6. Bu tənliyin də köklərinin deməli 2 və 3 olduğu aydındır. Hər hansı bir üsulla həll edib tapmaq olur. T2, 3. Onda loqaritm 3 əsasdan x 2-dir. Loqaritm 3 əsasdan 3, 3 əsasdan x və yaxud 3-dür. Onda x bərabərdir 3-ün kvadratına 9-a və x bərabərdir 3-ün kubuna, yəni 27-yə. Deməli, tənliyin kökləri biri 9, biri 27-dir. Köklərin cəmi soruşulur. 27 və 9-un cəmi 36 olacaq. Düzgün cavab Y variantı olacaq bu sualda. 10-cu sual. Hansı funksiya artandır? Birinci nəzərdən keçirək bu sualı. Mənfi 3 üstü x üstünə gəlsin 2. Baxın, bu birinci funksiyada 3 üstü x özü artan funksiyadır. 3 üstü x artan funksiyadırsa, onda mənfi 3 üstü x azalan funksiyadır. Azalan funksiyaya hansısa sabit ədədi əlavə edib çıxanda onun artan və ya azalan olmağı dəyişmir. Yəni, bu funksiya azalan olduğuna görə onun azalanlığı dəyişmir. Deməli, birinci funksiya azalandır. İkinci funksiyaya baxaq. Kökdə 5 çıxılsın 1 üstü x. Əsas 1-dən böyük olduğuna görə bu funksiya artacaq. Çünki kök altında 5-in qiyməti 2 tam neçəsə eləyir, 2-dən böyük eləyir. Ondan 1 çıxanda 1 tam neçə eləyir? Yəni 1-dən böyükdür. Ona görə də bu artan funksiyadır.
Üçüncüsündə biraz diqqətli olmaq lazımdır. Baxın, 3-də 2 üstü x özü azalan funksiyadır. Onu mənfiyə vursaq, artan funksiya olar. Və üzərinə 7 əlavə eləsə, onun artan olmağı dəyişmir. Yenə funksiya artan funksiya olacaq. Deməli, 10-cu sualda artan funksiyanı soruşur. Burada ikinci və üçüncüdür. Cavab olacaq Y variantı. 11-ci suala baxaq. 11-ci sualda radiusu 24 olan çevrədə AMC qövsünün uzunluğunu tapın. Burada diqqətlə baxmaq lazımdır. ABC bucağı mərkəzi bucaq deyil. Biz mərkəzi bucağın dərəcə ölçüsünü tapmalıyıq. AMC qövsünə uyğun mərkəzi bucaq. Mərkəzi bucağın ölçüsü daxili çəkmiş bucaq 30 isə mərkəzi bucaq 60 olmalıdır. Yəni hesablamanı 60 ilə eləmək lazımdır. Hesablayıq qövsün uzunluğun. Qövsün uzunluğu bərabərdir pi r alfa böl 180. Burada alfa dərəcə yazaq. Bərabərdir pi radius 24'dür. Alfa 60'dır. Bölünsün 180. Bölünsün 180. Və hesablasaq bir dəfə 3 dəfə olacaq 8 pi. 11-ci sualda cavab olacaq A variantı. 12-ci sual. Bir bərabərliklərdən hansı doğru deyil? Doğru olmayan soruşur. Biri doğru deyil. Hansı doğru deyil? AB böyük bərabərdir. AB. Bəli, AB ədədinin modulu özündən böyük və ya ona bərabər ola bilər. Ədədin modulu verilmiş ədəddən kiçik ola bilməz. Birinci doğrudur. A variantı doğrudur. B variantı A və B-nin cəmi kiçik bərabərdir. A-nın modulu üstünə gəl B-nin modulu. A və B-nin cəminin modulu həmişə modulların cəmindən kiçikdir. Bu da doğrudur. C variantına baxaq. A-nın modulu üstünə gəlsin 2 bərabərdir. A üstünə gəlsin 2-nin modulu. Yanlış olan budur. Bu bərabərlik həmişə ödənmir. A-nın ancaq müsbət və 0 qiymətlərində ödənir. Mənfi qiymətlərində isə bu doğru deyil. Mənfi qiymətlərində doğru deyil. Ona görə də elə səhv olacaq C variantında. 13. 7x kvadrat çıxılsın 37x çıxılsın 44 bərabərdir 0 tənliyin böyük kökünün tam hissəsini tapın deyir. Tənliyin köklərin vuruqları ayırmaqla tapmaq olar. Deməli, nəyi axtaracaq biz? Cəmi mənfi 37, hasili 7 vurulsun mənfi 44 olan ədəd axtarırıq. Bu da 7x kvadrat. Orta həddi parçalayıq. Orta həddi deməli 7x çıxılsın 44x çıxılsın 44. Bu şəkildə parçalasaq, qruplaşdırma aparıb orta vuruq çıxardaq. Deməli 7x-i çıxartsaq, x üstünə gəlsin 1 və mənfi 44-ü çıxartsaq, x üstünə gəlsin 1 bərabərdir 0. Buradan alarıq ki, 7x çıx 44 vurulsun. X üstə gəl 1 bərabərdir 0. Onda tənliyin köklərindən biri mənfi 1, digəri isə 44 bölünsün 7 tapılır. Böyük kökünün tam hissəsini soruşur. Yəni 44 bölü 7-nin tam hissəsi, bunu qarşıq ədəd kimi göstərsək, bərabərdir 6 tam 7-də 2 tam hissəsi 6 tam 7-də 2-nin tam hissəsi bərabərdir 6-ya. Cavab olacaq B variantı. Sonra 14-cü sual gəlir. 14-cü sualda isə birinci cüt dərəcəli kökdür. Modulca çıxarsaq 2 çıx kök altında 7-nin modulu çıxılsın. İkinci də cüt dərəcəli kökdür. Burada da mütləq qiymətçi çıxacaq. 3 çıxılsın kök altında 7-nin modulu. Üçüncü isə tək dərəcəli kökdür. Buradan isə 2 kök altında 7 modulsuz
Ötərizə ilə 2 kök altında 7 çıxılsın 9 çıxacaq. Modulları hesablasaq, indi 2 çıxılsın kök altında 7-nin modulu kökdə 7 çıxılsın 2. 3 çıx kökdə 7-nin modulu özünə bərabərdir. Qabaqda mənfi var, onu nəzərə alsaq. Mənfi 3 üstə gəl kökdə 7. 2 kökdə 7 çıxılsın 9-un. Deməli, bu ifadəni açsaq, mənfi 2 kök altında 7 üstünə gəlsin 9. Burada modulu yox idi. Kök altında 7, 2 dənə kök altında 7 ilə mənfi 2 kökdə 7 getdi. İslah olundu. Mənfi 2, mənfi 3 və 9-un cəmini hesablasaq eləyəcək 4. Deməli, bu sualda da düzgün cavab olacaq A variantı. 15-ci suala baxaq. A1 çoxhədlisinin dərəcəsi 7, A2 çoxhədlisinin dərəcəsi 5 olarsa, A1-in kvadratı üstünə gəl A2-nin kubu vurulsun. A1 üstə gəl A2-nin üstü 4. Bu çoxhədlinin dərəcəsini tapmalıyıq. Əvvəlcə biraz sadələşmə aparaq burada. Hasilin dərəcəsi bilirik ki, dərəcələrin cəminə bərabərdir. Yəni, belə. Daha sonra, burada bu iki dənə A1-in kvadratı və A2-nin kubu çoxhədlilərindən hansının dərəcəsi böyüdürsə, o olacaq çoxhədlinin dərəcəsi. Bunu hesablayaq. A1-in kvadratının dərəcəsi 14, A2-nin kubunun dərəcəsi isə 15 eləyir. Deməli, A1 kvadrat üstə gəl A2-nin kubu ifadəsinin dərəcəsi elə A2-nin kubunun dərəcəsinə bərabərdir. A2-nin kubunun dərəcəsi üstünə gəlinsin. Üstünə gəlinsin. Burada da 4 düşür qabağa. A1 və A2-nin cəminin dərəcəsi qalır. A2-nin kubunun dərəcəsi 15-dir. Üstünə gəl. A1 və A2-nin cəminin dərəcəsi böyük olanın, yəni A1-in dərəcəsinə, yəni 7-yə bərabərdir. Onda 4 vurulsun 7, 28. 28-in üstünə də 15 gəlir, eləyir 43. 15-ci sualda cavab olacaq B variantı. 16-cı suala baxaq. Trigonometrik tənlikdir. Bu ifadəyə fikir versək, burada tənliyin sol tərəfindəki ifadəyə, bu tangens 8x çıxılsın 3x-in açılışıdır. Yəni, tangens 5x bərabərdir. Kök altında 3 tənliyidir. Tənliyi əldə eləyək. 5x bərabərdir. Bu dərəcə ilə soruşur. Ona görə də cavabı dərəcə ilə yazaq. Kök altında 3-ü alır 60 dərəcə. Üstünə gəlsin 180 K. K daxildir tam ədədlər çoxluğuna. Hər tərəfi 5-ə bölsək 12 dərəcə. Üstünə gəlinsin 36 K. Və 0-90 arasında daxil olan köklərin dərəcə ölçülərinin cəmini tapmaq tələb olunur. K 0 olduqda tənliyin bir kökü x1 bir kökü eləyəcək. 0 qoysaq 12 dərəcə. K-nın bir qiymətinə uyğun kök 48 dərəcə daxildir 0-90 arasında və K-nın 2 qiymətinə uyğun kök x bərabərdir 72, o da 12, 84 dərəcə, o da daxildir. Bu köklərin cəmini soruşur. 48-in üstünə 12 gəndə 60, 60-ın üstünə 84 gəlsək, bu köklərin cəmi eləyəcək 144 dərəcə, yəni A variantı. 17.
İlk 20 natural ədəddən təsadüfən seçilmiş 3 ədədin hər birinin 3-ün bölünəni olması hadisəsinin ehtimalını tapın. 17-də ilk 20 natural ədəddən, yəni 1, 2 və s. 20-yə kimi ədədlərdir, natural ədəddir. Təsadüfi seçilmiş 3 ədədin hər birinin 3-ün bölünəni olması hadisəsinin ehtimalını tapın. 3-ün bölünəni olması üçün 1-dən 20-yə kimi ədədlər arasında 3-ün bölünənləri hansılardır? 3-ün bölünənləri belə tapa bilərik. 20-ni 3-ə bölüb tam hissəsini götürsək 6 eləyəcək. 6 dənə ədəd var. Saymaqla da tapmaq olar. Yəni birincisi 3-ün özüdür, sonra 6-dır, sonra 9-dur, sonra 12, 15 və 18. Bu 6 dənədir. Mümkün halların sayı kombinezon 20 ədədin arasından 3 ədəd seçilir. Əlverişli halların sayı isə kombinezon 6 elementdən 3 olacaq. Bunu hesablasaq 6 faktorial bölünsün 3 faktorial vurulsun 3 faktorial 20 faktorial bölünsün 3 faktorial vur 17 faktorial. Sadələşdirək. Deməli 3-ü getdi 4, 5, 6 bölünsün 6. 17 faktorialla 20 faktorial ixtisar getsə qalar 18, 19, 20 bölünsün 6. İxtisarları aparsaq qalar 4 vur 5 vur 6 bölünsün 18, 19, 20. Bu da eləyəcək 1 böl 57. Cavab olacaq A variantı. 18-ci sual. Oturacağı diaqonalları 6, 8, onlar arasındakı bucağı 30 dərəcə olan qabarıq dörd-bucaqlı, hündürlüyü 14 olan düz prizmanın həcmini tapın. Onda prizmanın oturacağı diaqonalları 6, 8, D1 bərabər 6, D2 bərabər 8. Bunların arasındakı bucaq 30 dərəcə olan qabarıq dörd-bucaqlıdır. Prizmanın hündürlüyü isə 14-dür. H bərabərdir 14-dür. Prizmanın həcmini soruşur bizdən və bərabər sual. Prizmanın həcmi bilirik ki, oturacağının sahəsi vurulsun hündürlüyü. Əvvəlcə oturacağın sahəsini hesablayaq. Oturacağın sahəsi oturacaq qabarıq dörd-bucaqlı idi. Diaqonalları 6, 8. Onda qabarıq dörd-bucaqlının sahəsi üçün olan düsturdan istifadə eləsək 2-də 1, D1 vurulsun D2 vurulsun həmin diaqonallar arasında qalan bucağın sinusu, yəni sinus 30 bərabərdir. 2-də 1 vurulsun, 6 vurulsun, 8 vurulsun, sinus 30-da da 2-də 1 eləyir. Eləyəcək 12. Hündürlük də 14 verilib. Onda həcmi hesablasaq V bərabərdir 14 vurulsun 12. Bu da bərabərdir 168-ə. 18-də düzgün cavab D variantı olacaq. 19-cu suala baxaq. Limit n sonsuzluğa yaxınlaşır. 3n çıxılsın kök altında 9n kvadrat üstünə gəl 5n üstünə gəl 2 bərabərdir. Burada bu ifadənin məxrəcini 1 kimi götürək və surət və məxrəci surətin qoşmasına vuraq. Olacaq 3n üstünə gəlsin kök altında 9n kvadrat üstünə gəl 5n üstünə gəl 2. Surətdə, məxrəcdə daha doğrusu surətdə isə 9n kvadrat çıxılsın 9n kvadrat çıxılsın 5n çıxılsın 2. Sadələşdirək. Limit n sonsuzluğa yaxınlaşır. Surətdə -5n çıxılsın 2. Məxrəcdə
3n üstünə gəl 9n kvadrat üstə gəl 5n üstə gəl 2n kvadrat kökü bərabərdir. Surət və məxrəci n-ə bölsək, onda alarıq ki, limit n sonsuzluğa yaxınlaşır. -5 çıxılsın 2 bölünsün n. 3 üstünə gəl 9 üstünə gəl 5 bölünsün n üstünə gəl 2 bölü n kvadrat. Bunlar sonsuz kiçilənlərdir. Sıfıra yaxınlaşacaq. Alarıq surətdə -5, məxrəcdə 3 üstünə gəl 3, yəni -6 da 5 olacaq cavab. B variantı. 20-ci sual. Müstəvidən 12 sm məsafədə olan nöqtədən bu müstəviyə uzunluqları 13 və 20 olan maillər çəkilmişdir. Şəkli çəkək. Müstəvidən 12 sm məsafədə olan bir A nöqtəsi olsun. Buradan bir AB perpendikulyarı çəkək. Məsafədir. Uzunluğu 13 və 20 olan maillər çəkilmişdir. 1, 20 sm və bir dənə də 13 sm uzunluğunda mail çəkək. 13 sm. 12-ni orta hissədə yazaq ki, qarışıqlıq olmasın. Bu maillərin proyeksiyalar cəmini tapın. AC mailinin proyeksiyası CB-dir və Pifaqor üçlüyündən bunu tapa bilərik. 20, 12 olsa CB bərabər olacaq 16-ya. ABD düzbucaqlı üçbucağından isə BD-ni taparıq. Oldu 16. BD-ni taparıq 5 sm. Deməli, bu maillərin proyeksiyaları cəmi soruşur. CB və BD-nin cəmi eləcək 21, cavab olacaq A variantı. 21-ci suala baxaq. Kompleks ədədlərə aiddir. 1 üstə gəl i üstü 5 vurulsun. 1 çıxılsın i üstü 5. Bunları bir qüvvətin altında yaza bilərik. 1 çıxılsın i kvadrat üstü 5 bərabərdir. 1 çıxılsın -1 üstü 5. Bu da 2 üstü 5 bərabərdir 32. Yəni düzgün cavab D variantı olacaq. 22-ci sualda inteqrala aid sualda y bərabər x kvadrat və y bərabərdir x üstə gəl 2 xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Əvvəlcə fiquru təsvir edək. Y bərabər x kvadrat paraboladır. Y bərabər x üstə gəl 2. X üstə gəl 2 isə düz xətdir. Bunların kəsişmə nöqtəsini tapaq. Kəsişmə nöqtəsi demək, bir kəsişmə nöqtəsi mənfi, bir kəsişmə nöqtəsi isə x oxunun müsbət hissəsinə düşür. Kəsişmə nöqtəsini tapmaq üçün bərabərləşdirək. Kvadrat tənliyi həll eləyək. X kvadrat çıx, x çıx 2 bərabərdir 0. Tənliyin bir kökü -1, biri isə 2 tapılır. -1, 2. Yuxarıda qalan x üstə gəl 2, aşağıda qalan isə x kvadrat olduğuna görə sahə bərabərdir integral sərhədlər -1-dən 2-yə kimi. Yuxarıda qalan x üstə gəl 2, çıx aşağıda qalan x kvadrat dx. Hesablayaq. X-in inteqralı x kvadrat bölünsün 2. 2x-in inteqralı 2-nin inteqralı 2x. X kvadratın inteqralı x kubu bölü 3. Sərhədlər -1-dən 2-yə.
Newton-Leibniz düsturunu tətbiq eləyək. 2 qoysaq yerinə 2-nin kvadratı 4, 4-ü 2-yə böləndə 2, üstünə gəl 2 dəfə 2, 4 çıxılsın, 3-də 8 çıxılsın, mənfi 1-i qoysaq, mənfi 1 qoyanda 2-də 1, çıx 2, üstünə gəl 3-də 1. Birinci elədə 6 çıxılsın, 3-də 8 çıxılsın, 2-də 1, üstünə gəl 2, çıxılsın, 3-də 1 bərabərdir. Hesablayaq, bunların ikisini bir götürsək, mənfi 3-də 8 çıxılsın 3-də 1 bərabər eləyəcək mənfi 3, 6 çıx 3, üstünə gəl 2, çıxılsın 2-də 1. 6-dan 3 çıxsaq 3, 3-ün üstünə 2 gəlsək 5, 5-dən 2-də 1 çıxsaq qalacaq 4,5. Cavab olacaq A variantı. 23-cü sual. Tərəfləri 12, 16, 20 olan üçbucağın hündürlükləri cəmini tapın. Tərəfləri 12, 16, 20 olan üçbucaq düzbucaqlı üçbucaqdır. Çünki Pifaqor teoremi ölür. 12 4 vurulsun 3'dür. 16 4 vurulsun 4'dür. 20 4 vurulsun 5'dir. Yəni tərəfləri 3, 4, 5 olan üçbucağın tərəflərindən 4 dəfə böyük olan bir üçbucaqdır. Hündürlükləri cəmi şəkli çəkək. Burada deməli düzbucaqlı üçbucağın katetləri 12, 16, hipotenuzu 20'dir. Bilirik ki, düzbucaqlı üçbucağın iki hündürlüyü onun katetləridir. Üçüncü hündürlük hipotenuzu çəkilmiş hündürlükdür. Hipotenuzu çəkilmiş hündürlük HC olsun. HC bərabərdir. AB böl C 12 vur 16 bölünsün 20. Bu da 4'ə 4 dəfə, 4'ə 5 dəfə. Eləyəcək 9,6. 9,6 hipotenuzu çəkilmiş hündürlükdür. Digər hündürlükləri isə 12 və 16 olduğuna görə hündürlüklərin cəmi olacaq. 12, 16 və 9,6'nın cəmi. Bu da eləyəcək 28'in üstünə 9,6 gəlsək 37,6. 22'də cavab olacaq 37,23'də. 37,6. 24-cü suala baxaq. Trigonometrik funksiyalar bölməsinə aiddir. K-nın hansı qiymətində bərabərliyi eynili olar? Tangens kvadrat alfa çıxılsın sinus kvadrat alfa bərabərdir. K vurulsun tangens kvadrat alfa vur sinus kvadrat alfa. Sol tərəfdəki ifadəni sadələşdirək. Tangens kvadrat alfanın əvəzinə yazaq. Sinus kvadrat alfa böl kosinus kvadrat alfa çıx sinus kvadrat alfa bərabərdir. K vurulsun tangens kvadrat alfa sinus kvadrat alfa. Daha sonra sol tərəfdəki ifadədən sinus kvadrat alfanın mötərizi xaricini çıxardaq. Qalacaq 1 bölünsün kosinus kvadrat alfa çıx 1 bərabərdir K vur tangens kvadrat alfa sinus kvadrat alfa. Daha sonra 1 böl kosinus kvadrat alfa çıxılsın 1 ifadəsini ortaq məxrəcə gətirsək, kosinus kvadrat alfa ortaq məxrəc olacaq, qalacaq 1 çıx kosinus kvadrat alfa bərabər K vur tangens kvadrat alfa sinus kvadrat alfa. Daha sonra sinus kvadrat alfa vurulsun sinus kvadrat alfa böl kosinus kvadrat alfa. Bu da bərabər K tangens kvadrat alfa sinus kvadrat alfa. Beləliklə aldıq ki, bu ifadə sinus kvadrat alfa, bu ifadə tangens kvadrat alfadır. Birinci tangens kvadrat alfanı yazaq. Bərabərdir K vurulsun tangens kvadrat alfa sinus kvadrat alfa. Buradan nə aldıq? Aldıq ki, bu bərabərliyin eynilik olması üçün
K gərək nə olsun? 1 olsun. 25-ci sual. 25-ci sualda ABC üstündən MN AC-yə paraleldir. BM və MA nisbəti 2-3-dür. Şəklin üstündə qeyd edək. 2x, 3x. Daha sonra AMNC-nin sahəsi 63-dür. Bunun sahəsi 63. Bunun sahəsini bir S deyək. BM-nin sahəsini tapın. Onda oxşarlığa görə yaza bilərik ki, paralellik olduğuna görə BM üçbucağı ABC üçbucağı ilə bucaq-bucaq əlamətinə görə oxşardır. Onda oxşarlığa görə yazarıq ki, BM-nin sahəsi, onu S kimi işarə eləmişik, bölünsün ABC-nin sahəsi, o da S və 63-cü cəminə bərabər olacaq. Bərabərdir oxşarlıq əmsalının kvadratına. Oxşarlıq əmsalı isə 2 bölünsün 5-dir. 2 bölünsün 5-in kvadratına. Hesablayaq. 63 bərabərdir 25-də 4-ə. Sadələşdirsək 25S bərabərdir 4S üstünə gəlinsin 252. 252. Buradan alarıq ki 21S bərabərdir 252. S-i tapsa buradan 12 tapılar. 252 21-ə 12 dəfə bölünür. Və bizdən də S, yəni BM-nin sahəsi soruşurdu. Ona görə cavab olacaq 12. Iyirmi altıncı sual. Natural ədədlə onun sonuna 7 artırdıqda alınan ədədin cəmi 260-a bərabərdir. Bu ədədlərin fərqinin modulunu tapın. Deməli, AB hər hansı bir natural, 2 rəqəmli natural ədəd olsun. Onun sonuna 7 artırsaq olacaq AB 7. Bunların cəmi 60-dır. Bərabər 260-dır daha doğrusu. Bərabər 260. Niyə 2 rəqəmli ədəd, 3 rəqəmli yox? Çünki əgər ədəd 3 rəqəmli olsaydı, bunun sonuna bir dənə də 7 yazsaydı, artıq olacaq 4 rəqəmli ədədlə 3 rəqəmli ədədin cəmi. 4 rəqəmli ədədlə 3 rəqəmli ədədin cəmi 260 ola bilməz. Ona görə deməli biri 2 rəqəmli, biri 3 rəqəmli olmalıdır. Sadələşdirək. AB qalsın olduğu kimi. AB 7 ədədini bu şəkildə yazaq. AB 0 plus 7 bərabər 260. Daha sonra AB üstünə gəl AB 0-ın əvəzinə də 10 AB yaza bilərik. Üstünə gəl 7 bərabərdir 260. Buradan 11 AB bərabərdir 260-dan 7 çıxsaq 253. Və AB-ni tapsaq bərabərdir 23. Bizdən soruşurdu, bu ədədlərin fərqinin modulunu tapın. Yəni, bir ədəd 23-dür, biri də AB 7 isə bərabərdir 237. Yəni, 237-dən çıxarıq 23-ü bərabər olar 214-ə. Cavab olacaq 26-cı sualda 214. 27-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Birincidə A üstə gəl B üstü 7 binomudur. İkincidə A üstə gəl 2 B üstü 7 binomudur. Üçüncüdə isə 3 açıq 2 B üstü 8. A variantında 3-cü həddi 21 A üstü 5 B kvadratına bərabərdir. N-ci hədd düsturun yazaq. TK plus 1 bərabərdir kombinizon n-dən k-ya. Kombinizon n-dən k-ya. A üstü n minus k vurulsun B üstü k. Burada
Əvvəlcə birinci binom üçün üçüncü həddi hesablayıb. K-nın yerinə 2 yazacağıq. Bərabərdir. Kombinezon 7-dən 2-yə A üstü 7 çıx 2, yəni 5. B üstü 2. Kombinezon 7-dən 2-ni hesablasaq 7 vurulsun 6, 42 bölü 2, 21. A üstü 5, B kvadrat. Deməli elə birinciyə uyğundur. A variantı birinciyə uyğundur. Binomial əmsalların cəmi 256-dır. Binomial əmsalların cəmi bilirik ki, 2 üstü n-ə bərabərdir. 2 üstü 8 256 elədiyinə görə B variantı 3 uyğun olacaq. Əmsallarının cəmi binomial əmsallarının cəminə bərabərdir. Əmsallarının cəmi binomial əmsallarının cəmi. Bu birinciyə uyğun olacaq. Əmsalların cəmi 2 üstü 7-dir. Binomial əmsalların cəmidir. 2 üstü 7-dir. Nəyə görə? Binomial əmsalların cəmi 2 üstü n-dir. Əmsalların cəmini hesablayanda n-in yerinə, daha doğrusu dəyişənlərin yerinə, A və B-nin yerinə bu binomlarda 1 yazmaq lazımdır. Birinci binomda A-nın və B-nin yerinə 1 yazsaq, yenə 2 üstü 7 alınır da. Binomial əmsalların cəmində 2 üstü n-dir. N-in yerinə 7 yazsaq, yenə 2 üstü 7. Deməli, bu C variantı gedəcək 1-ə. Ən böyük binomial əmsal 70-ə bərabərdir. Ən böyük binomial əmsal n-in cüt qüvvətinə uyğun binomda olur. Bu da ki 3-ə uyğundur. Y variantı 3-cü həddi 84 A üstü 5 B kvadratına bərabərdir. 3-cü həddi hesablayaq. İkinci binom üçün. Çünki bir variant qalır, o ikinciyə getməlidir. T 2 üstünə gəl 1 bərabərdir. Kombinezon 7-dən 2-yə A üstü 7 çıxılsın 2, B üstü 2. B burada deməli B yox, burada 2B olmalıdır. 2B üstü 2. Hesablasaq bunu, kombinezon 7-dən 2-yə bayaq hesabladıq, 21 eləmişdi. A üstü 5 vurulsun. Bunda 2-nin kvadratı 4, B kvadrat oldu. Bu da bərabərdir 84 A üstü 5 B kvadratına. Demək, Y variantı da 2-yə uyğun oldu. Deməli, 1-ə uyğun A-sı, 2-yə uyğun Y, 3-ə uyğun B-də olacaq. Və sonuncu 3 sual. Perimetri 24, kör bucağı 120 olan ABCD rombunda AB üstünə gəl BC, AD üstünə gəl DB vektorlarının skaler hasilini tapın. AB vektoru ilə BC vektorunun cəmi AC vektorunu, AD vektoru ilə DB vektorunun cəmi isə bu AB vektorunu verir. Şəkildə perimetrin 24 olmağından tapırıq ki, AB-nin uzunluğu 6, BC-nin uzunluğu 6, CD və AD-nin uzunluğu 6-dır. AC diaqonalını çəksək və bunu A-dan C-yə doğru vektor kimi istiqamətləndirsək, yəni AC vektorunu çəksək, onda bu AC vektorunun uzunluğu B bucağı 120 dərəcə olduğuna görə 120, 30, 30 düşəcək bu bucaqlara. 120, 30, 33 bucağında bucaqları 120, 30, 30 olan 3 bucaqda. 120-nin qarşısındakı tərəf 30-un qarşısındakindən kök altında 3 dəfə çoxdur. Yəni 6 kök altında 3 buradır. Və rombun diaqonalı tənbölən olduğuna görə burada 30, 30 düşür. Biz tapmalıyıq nəyi? AC və AB-nin skaler hasilini. AB vektoru budur. AC vektorunu da çəkmişik. Deməli, AC vektoru vurulsun AB vektoru bərabərdir. AC-nin uzunluğu vurulsun AB-nin uzunluğu. Vurulsun kosinus. AC və AB arasında qalan bucağın kosinusu 30 dərəcədir. Vurulsun kosinus 30. AC-nin uzunluğu 6-dır. AB-nin uzunluğu o da 6-dır. Yox, daha doğrusu
AS-nin uzunluğu 6 kökdə 3-dür. AB-nin uzunluğu 6-dır. Kosinus 30-da isə kök altında 3 bölünsün 2 olur. Hesablayaq. 6 dəfə 6 36, 36 vurulsun 3 bölünsün 2. 36 vurulsun 3 bölünsün 2. 18-i 3'ə vuraraq, bu da 54. 28-ci sualda cavab 54 olacaq. 29. Oturacağı kvadrat olan düzbucaqlı paralelleped formalı üstü açıq çənin həcmi 108 dm kub olmalıdır. Oturacağın tərəfinin uzunluğu nə qədər olmalıdır ki, çənin səthinin sahəsi ən kiçik olsun? Əvvəlcə şəkildə bunu göstərək. Belə bir çəndir. Oturacağının tərəfləri x olsun. Həcmi, hündürlüyü isə h olsun. Həcmi 108 desimetr kubdur. Onda buradan x vurulsun h bərabərdir 108 olmağından biz buradan h-ı tapsaq eləyəcək 108 bölü x kvadrat. Hündürlüyü tapdıq. Səthinin sahəsi ən kiçik olsun. Üstü açıqda, onda səthinin sahəsi üçün ifadə yazsaq S bərabərdir. Yan səthi ümumilikdə götürüləcək hamısı. Yan səthi P oturacağı vur H-dır. Yəni 4x vurulsun H-dır ki, budur 108 böl x kvadrat. Bu oldu. Oturacaq, demək, yan səthinin sahəsi, üstünə gəlirik. Bir dənə oturacağın sahəsi, yəni x kvadrat gəlir. İndi bunu biraz sadələşdirək. 432 bölünsün x, üstünə gəl x kvadrat. Deməli, biz tapmalıyıq x-in hansı qiymətində bu aldığımız funksiya ən kiçik qiymət alır. Ona görə də S bərabərdir 432 bölünsün x, üstünə gəl x kvadrat funksiyasının törəməsini tapaq. S ştrix bərabərdir mənfi 432 bölü x kvadrat, üstünə gəl 2x. Böhran nöqtəsini tapaq. Mənfi 432 bölü x kvadrat, üstünə gəl 2x bərabərdir 0 olmağından. 2x kubu bərabər 432, x kubu bərabərdir 216, x-i də taparıq 6. Deməli, 6 bunun böhran nöqtəsidir. Törəmənin işarəsini yoxlasaq, görərik ki, həqiqətən də 6 bu funksiyanın minimum nöqtəsidir. Və 6 oldu da sahə ən kiçik olacaq. 29-cu sualda cavab 6. Və nəhayət 30-cu isbat sualı. İsbat edin ki, diaqonalları perpendikulyar olan paralleloqram romdur. Göstərək ki, diaqonalları perpendikulyar olan paralleloqram romdur. Tutaq ki, ABCD hər hansı bir paralleloqramdır. Bu onun diaqonalları perpendikulyardır. Diaqonalları 90 dərəcə altında kəsişir. Paralleloqramın diaqonallarının xassəsinə görə paralleloqramın diaqonalları kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür. Bu halda AO OC-yə bərabərdir. Bunlara bir x, OD və OB bir-birinə bərabərdir. Bunlara da bir y deyək. Onda paralleloqramın tərəfləri A və B kimi işarə olunsa, Pifaqor teoreminə görə 4 dənə bu düzbucaqlı üçbucağın hər hansı biri üçün Pifaqor teoremini yazsaq, məsələn, ABO və BOC üçbucaqları üçün Pifaqor teoremini yazaq. Alarıq ki, x kvadrat üstünə gəl y kvadrat bərabərdir a kvadrat.
Bu alınır AOB üçbucağından üçbucaq. AOB-dən Pifaqor teoremindən bunu alarıq. Digər tərəfdən buradan deməli A-nı tapsaq, A bərabərdir kök altında x kvadrat üstə gəl y kvadrat. Digər tərəfdən BOS üçbucağı üçün Pifaqor teoremini yazsaq, onda alarıq ki, x kvadrat üstünə gəl y kvadrat bərabərdir b kvadrat. Buradan da taparıq ki, b bərabərdir kök altında x kvadrat üstə gəl y kvadrat. Beləliklə, a da b də kök altında x kvadrat üstə gəl y kvadratına bərabər olduğuna görə a bərabərdir b bərabərdir kök altında x kvadrat üstə gəl y kvadrat alırıq. Yəni, paralelogramın tərəfləri hamısı bir-birinə bərabər oldu. Paralelogramın tərəfləri bərabərdirsə bu romdur.